Salam əziz həmvətənlər, mən Rəhim Yaqublu. Mən bugün bir daha Tofiq Yaqubluya qarşı quraşdırılmış saxta ittihamı ifşa etmək üçün üzəduranlardan birinə zəng edəcəm. Bu, üzəduran Eyşən Hüseynovun yoldaşı Sədaqət Hüseynovdur. Zəng edək və ifşa edək. Nömrəni göstərmişsə, bu Sədaqət Hüseynovun nömrəsidir. Alo. 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 Salam. Sədaqət Hüseynovdur. Hüseynovadır. Bəli. Normal polis idarəsinin müstəntiqi polis polkovniki Rasim Cəfərovdur. Siz birinci gün saat 11-də Normal polis idarəsinə gəlməlisiniz. Nə olar deyə? Bəs bu yaramaz Tofiq Yaqublu ora-bura şikayətlər edib. Bu Avropa məhkəməsinə də şikayət edib. Belə qələt edir, heç nə edə bilməz. Sadəcə olaraq sabah gəlib əvvəl istintaqa verdiyiniz ifadələrlə bağlı bəzi dəyişikliklər eləməlisiniz. Birinci günü gəlirəm polislərinə. Bəli. Birinci gün saat 11-də Normal polis idarəsinə. Bu işi indi mən aparıram. Qanunla Abdullah müəllim daha bununla məşğul ola bilməz. Aha. Rasim müəllim. Abdullah Cəllov. Bəli, mən polkovnik Rasim Cəfərov. Abdullah müəllim bununla daha məşğul ola bilməz. İndi bunları sizə deyirəm. Birinci gün ola bilsin sizə deməyə şərait olmasın orada. Narahat olmayın, hər şeyi daha uyğun düzüb qoşacağıq. Deməli, ifadə verəndə zəhmət olması, ifadə verəndə deyərsiniz ki, biz Tofiq Yaqubluya 25.000 avro yox, 20.000 avro vermişik. Bunu həm Dadaşov amildən də 20 manat borc almışdıq. Biz çünki məbləğ barəsində orada da düzəlişlər eləməliyik ki, bu Avropa məhkəməsinə gedəndə bizdə orada bir problem olmasın. Yəni, bu cəmi 5-10 dəqiqə vaxtınızı alacaq, qətiyyən narahat olmayın, bundan bir dəfəli məsələ bağlanacaq. Yaxşı, gələrəm. Yəni, siz mən dediklərimi anladınız da, o ifadəni necə vermək lazımdır? İndi danışa bilmirəm, burada istəyəm ki, sonra deyərəm də sizə, yaxşı? Yaxşı. Gələndə ora deyərəm. Mən açığı bu məlumatı, bu qısa məlumatı verirəm ki, yəni orada həmin anda imkan olmaya bilər. Mən sizə deyirəm ki, orada sizin təkcə 5-10 dəqiqə vaxtınız gedəcək, çox vaxtınızı almayacaq. Sadəcə ən qısa məqam burasıdır ki, orada siz 25.000 avro yox, 20.000 avro vermişlik deməlisiniz. Və Dadaşov amildən də 20.000 manat borc almışdıq deməlisiniz. Bununla da o ifadədə qeyd edirsiniz, məsələ bitir, bir dəfə məsələ bitəcək. Zaten özümlə də danışılıb, buraxılacaq bu yaxınlarda. Sadəcə məsələ problemsiz həll olsun deyə edirik. Yaxşı. Oldu Sədaqət xanım. Hələlik. Sağ ol. Sağ ol.